təşkil olur. Müxtəlif ölkələrlə biz əməkdaşlıq edirik. Getdikcə işlərimizi daha böyük səviyyə çatdırırıq və istehsal imkanlarını artırırıq. Azərbaycanın kosmos sənayesinin yaradılmasında da müəyyən işlərimiz var və bunu davam elətdiririk. Zirehli hərbi texnikalar üçün müxtəlif tip ehtiyat hissələrlə yanaşı, Azərbaycan hərbi sənayesi Marador və Marauder tipli zirehli hərbi maşınlar da istehsal edir. Marauder tipli zirehli hərbi döyüş maşınını görürsünüz. Bu zirehli döyüş maşınının əsas xüsusiyyəti ondan ibarətdir ki, aşağısında 10 kiloqrama yaxın partlayıcı maddə partladıqda belə onun heyətinə heç bir zərər toxunmur. Artıq bu hərbi döyüş maşınının seriyalı istehsalına başlanılıb. Müqayisə üçün deyək ki, eyni gücdə partlayış anında Marauderdən fərqli olaraq fərdi minik avtomobili parça-parça olur. Zero! Beş maşın hal-hazırda hazırdır. İkisi bütün təlim-təhsil sınaqlarından keçib və bu yaxında sifarişçiyə göndəriləcəkdir. Müdafiə Sənaye Nazirliyinin sifarişi olaraq tam şəkildə nəzərə tutulmuş bütün say istehsalı çatdırılacaqdır və heç bir çətinlik olmadan nəzərə tutulmuş illik say Müdafiə Sənaye tərəfindən Müdafiə Nazirliyinə təhvil veriləcəkdir. Marauder, Matador tipli maşınların istehsalı hələlik yerli tələbat üçün nəzərə tutulubdur. Sonraki hallarda yəqin ki, başqa dövlətlərə də realizə eləmə imkanlarımız olacaq. Qeyd edək ki, Müdafiə Sənayesi Nazirliyi dünyanın 60-dan çox ölkəsi ilə əməkdaşlıq edir. Azərbaycan istehsal olan müdafiə təyinatlı məhsullar artıq beynəlxalq hərbi sərgilərə də çıxarılır. Azərbaycan müstəqil dövlət kimi ilk dəfə 2009-cu ilin aprelində Türkiyənin İstanbul şəhərində keçirilən İDEF 2009 adlı 9-cu beynəlxalq müdafiə sənayesi sərgisində iştirak edib. 463 şirkətin iştirak etdiyi bu sərgidə Azərbaycan 27 adda müdafiə təyinatlı məmulatlar sərgiləyib ki, onların da arasında döyüş sursatları, atıcı silahlar və optik cihazlar olub. Odur ki, Azərbaycan yeni beynəlxalq müdafiə sənayesi sərgilərinə də dəvətlər alıb. Yordaniyanın Amman şəhərində Sofex 2010 beynəlxalq sərgi keçirildi. Həmin sərgidə 34 ölkədən 350 şirkət istifadə edildi. Ancaq 2009-cu ildə Azərbaycan Müdafiə Sənayesi Nazirliyi Türkiyənin İstanbul şəhərində İDEF 2009 beynəlxalq sərgisində iştirak etdik. Orada 27 adda məhsul nümayiş etdirdik. Ancaq Sofex 2010-da biz 55 adda məhsul nümayiş etdirdik. Mən deyim ki, dünyanın inkişaf etmiş ölkələri Azərbaycan müdafiə sənayesində istehsal olunan məhsullara çox böyük maraq göstərdilər. Məhz bunun nəticəsidir ki, həmin deməli sərgi çərçivəsində biz bir sıra dövlətlərlə yeni texnologiyanı və proqramlaşdırılmış avadanlıqların Azərbaycana gətirilməsi istiqamətində həmin şirkətlərlə müqavilə imzaladıq. Eyni zamanda maraq göstərilən şirkətlərə biz məhsullarımızı satmaq üçün niyyət protokolları imzalandı. O niyyət protokoluna görə həmin şirkətlər Azərbaycana gəlməlidir. Həmin məhsulların sınaqları onların iştirakı ilə burada həyata keçirildikdən sonrasına artıq müqavilə bağlanacaq o istiqamət. Biz çalışırıq ki, bütün sərgilərdə iştirak edək. Bütün sərgilərdə iştirak etməyin də əsas məqsədi ondan ibarətdir ki, Azərbaycanda istehsal olunan müdafiə təyinatlı məhsullar bütün dünya bilsin ki, Azərbaycanda belə məhsullar istehsal olunur. Və biz onunla göstərmək istəyirik ki, Azərbaycanın hərbi sənaye kompleksi necə inkişaf edir. Yaxın gələcəkdə səmada Azərbaycan istehsal olan helikopterləri də görmək mümkün olacaq. Hələlik bu istiqamətə texniki iqtisadi araşdırmalar aparılır. Azərbaycan artıq aviasiya bombalarının da istehsalına başlayıb. 700 kiloqramlıq aviasiya bombaları hazırda seriyalı istehsaldadır. Müdafiə Sənayesi Nazirliyinin perspektiv 10 illik proqram tərtib olunub, Nazirlər Kabineti tərəfindən təsdiq olunub. Bununla bərabər hər ildə Müdafiə Nazirliyinin və digər güc strukturlarının tələbatına uyğun olaraq dövlət sifarişi proqramı tərtib olunub və Nazirlər Kabineti tərəfindən təsdiq olunur. Bu proqramda il ərzində yüzlərlə yeni məhsulun mənimsənilməsi və istehsalı nəzərdə tutulur. Son 5 ildə müdafiə təyinatlı məhsulların çeşidlərinin 7 dəfədən, son 7 il ərzində isə ölkənin hərbi xərclərinin 13 dəfədən çox artması özünü müxtəlif qoşun birləşmə və hissələrinin birgə ilmi miqyaslı əməliyyat taktiki təlimlərində də göstərir. Artıq Azərbaycan bu təlimlərdə öz istehsal olan hərbi məhsullardan da geniş istifadə edir.
belə etməliyik ki, Azərbaycan ordusu üçün, silahlı qüvvələr üçün lazım olan bütün texnika, silah, sursat Azərbaycanda istehsal olunsun. Azərbaycanda hərbi təyinatlı məhsulların istehsalı istiqamətində əlavə addımlar da atılacaq. Son illərdə bu istiqamətə də çox böyük diqqət göstərilmişdir və bu istiqamətdə biz öz işimizi daha da gücləndirəcəyik. Bunu etmək üçün əlbəttə ki, ölkədə maliyyə resursları olmalıdır, iqtisadi güc olmalıdır və biz bu gücü yaradırıq. Bugün Azərbaycan ordusunun səviyyəsi çox yüksək zirvədədir. Azərbaycan ordusu qarşıda duran bütün vəzifələri şərəflə yerinə yetirməyə hazırdır. Nə vaxta qədər Azərbaycan xalqı gözləməlidir? Nə vaxta qədər biz gözləməliyik ki, haqq, ədalət bərpa olunsun? Biz vətən uğrunda, torpaq uğrunda mübarizəyə birlikdə çıxacaq. Bütün Azərbaycan xalqı səfərbər olunacaq. Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan bütün bu silah sursatlar, döyüş texnikası isə indi bir şüar altında hazırlanır. Hər şey cəbhə üçün. Nümayiş etdirdiklərimiz yalnız çəkə bildiklərimiz idi. Nəzərə alsaq ki, Azərbaycanda 21 hərbi zavod, hərbi müəssisə var. Biz bu müəssisələrin heç 1/3-də də ola bilmədik. Olduğumuz məxfi hərbi zavodlarda isə gördüyümüz hər şey deyil, yalnız icazə verilən qədərini çəkə bildik. Bu isə regionda hərbi üstünlüyünü aksiyona çevirən ordumuzun silah arsenalının yalnız cüzi hissəsidir. Azərbaycanın cəbhəxanası isə sürətlə genişlənir. Ermənistan işğalına məruz qalan Azərbaycanın hücum strategiyasını hesaplanan hərbi sənaye kompleksini gücləndirməyə isə tam haqqı çatır. Çünki Qarabağ bizim halal haqqımızdır.